Sizə Google-dan şəxsi səhifələrinizə necə daxil olmalısınız, onun videosunu çəkirəm. Şəxsi səhifələrə daxil olandan sonra səbətə daxil olmaq, məntəqəni seçmək, onun haqqında video çəkirəm. Bunun üçün Google-a daxil oluruq. Daxil olandan sonra fabirlik.com saytı yazılır. Qoy mən elə çıxış verim bir dəfəlik sizin üçün daha başdan başlayaq. Baxın, Google-a daxil olduq. Burada axtarış bölməsində Fabirlik şəxsi səhifəyə giriş. Burada lichni kabinet var. Şəxsi səhifəyə giriş olur, lichni kabinet olur. Deməli, bir dəqiqə. Şəxsi səhifəyə giriş düyməsini basırıq və burada Azərbaycan dili də var, rus dili də var. Kimə hansı dil rahatdır, oradan idarə edə bilər. Dili dəyişərək. Adam işarəsinin üzərinə basaraq burada birinci açılan yerə 744-45, yəni 9 rəqəmli sizin telefonunuza gələn kodu yazırsınız. İkinci yerə 5 rəqəmli açar kodunu yazıb daxil edirsiniz. Mən indi öz açar kodumu daxil edib yazıb, indi sizə göstərəcəm. Mən açar kodumu və kodumu yazdım, daxil oldum. Daxil olandan sonra burada səbət işarəsi var. Səbət işarəsinin üzərindən basaraq səbətə daxil oluruq və burada lupa işarəsi var. Bura basdıqda məhsulun artikul kodunu yazmaq üçün yer açılır. Artikul kodunu məsələn 3227 deyək ki, belə bir ətir seçmək istəyirik. Baxırıq, bu kataloq qiymətidir, bu mənə gəliş qiymətidir. Burada 1 ədəd, 2 ədəd, neçə ədəd istəyirsinizsə artırıb azalda bilərsiniz. Məsələn, 2 ədəd eləyə bilərsiniz və ya 1 ədəd eləyə bilərsiniz. Sonra əlavə etmək düyməsini basmaqla məhsulu səbətinizə əlavə edirsiniz. X düyməsini basıb ümumi səbətə baxa bilərik. Mənim səbətimdə hal-hazırda avtomatik düşən 2 ədəd paket, yəni bunların biri 5 qəpikdir, avtomatik düşür, silmək olmur və seçdiyim ətirdir. Və burada məntəqələri seçmək işarəsi var, məntəqəni seçmək yeri var. Burada mənim öz məntəqəmdir, amma siz yeni məntəqə seçmək istəyirsinizsə aşağıda yeni nöqtə əlavə edin düyməsi var. Burada Qəbələ Azərbaycan yazır, yazıram xeyir. Məsələn, yazmaq istəyirəm, tutalım ki, Bakı. Bakını seçirəmsə mən əgər açılan birinci bax bu hissədən Bakını əlavə edirəm. Ondan sonra siyahıdan sözü gəlir. Siyahıdan sözünü basaraq Bakıdakı məntəqələrin siyahısını tapıram. Məsələn, burada deyək ki, ola bilər. Məsələn, mən Hövsan, əslində ki, Bakıda məntəqələr çoxdur. Bir-bir baxmağa mənim vaxtım yoxdur. Ona görə də Hövsan yazıram. Məsələn, Hövsandakı məntəqələr çıxır. Zabrat yazıram, məsələn, Zabratdakı məntəqələr çıxır. Bu şəkildə istədiyiniz, yaşadığınız əraziyə uyğun yazırsınız, tapırsınız və burada əlavə etmək, seçmək düyməsi var ki, məsələn, hansını istəsəniz, istənilən tapdığınız, özünüzə, adresinizə yaxın məntəqəni tapırsınız, seçirsiniz və əlavə edirsiniz. Əlavə edəndən sonra səbətinizə də istədiyiniz bütün məhsulları əlavə edirsiniz. Burada şəxsi aksiyalar var. Şəxsi aksiyalara keçid edə bilərsiniz. Aksiyaların kateqoriyaları var. Məsələn, burada qüvvədə olan kateqoriyalar, kataloqlar, VIP məsləhətçilər üçün promolar, endirimli satış aksiyaları, qablaşdırma və s. Hər birinə daxil olub baxırsınız. Sonra davam etmək düyməsini basırsınız. Artıq keçirik sonuncu səhifəyə. Bu sonuncu səhifədə də biz sifarişi rəsmiləşdirə bilərik artıq burada. Hər şey qaydasındadırsa, hər şey sizə uyğun gəlirsə, sifarişi təsdiqləmək düyməsini basaraq artıq sifarişinizi təsdiqləyə bilərsiniz. Təsdiqlədikdən sonra yuxarıda burada ruçka işarəsi olacaqdır. Əgər sifarişinizi açıb, silib, əlavə nəsə etmək istəyirsinizsə, ruçka işarəsini basaraq sifarişinizi açıb, əlavələrinizi edib, dəyişikliklərinizi edib, təzədən təsdiq edə bilərsiniz.